fikir vermisinizmi? Biz sussaq belə, bədənimiz əslində danışmağa davam edir. Bəli, biz hamımız hər gün, hər an səssiz söhbətlər aparırıq. Amma çox vaxt ən vacib məqamları qaçırırıq. Bugün biz Allan Pease'in bestseller kitabı Bədən dili əsasında məhz bu gizli dialoqları deşifrə edəcəyik və insanların sözlərinin arxasında həqiqətən nə düşündüyünü anlamağa çalışacağıq. İndi gəlin bir fakta baxaq və inanın, bu sizi çox təəccübləndirəcək. Albert Mehrabyanın məşhur araşdırmasına görə bizim ünsiyyətimizin cəmi cümlətanı 7% istifadə etdiyimiz sözlərdən ibarətdir. Cəmi 7%. Bəs yerdə qalan o böyük 93%lik hissə, bax o tamamilə bədən dilimiz və səs tonumuzdur. Bu o deməkdir ki, biz əslində bədənimizlə sözlərimizdən qat-qat daha çox danışırıq. Yaxşı, bu sual əslində bizi çox vacib bir məqama gətirir. Biz hər gün ünsiyyətdə oluruq, amma söhbətin əslində 93%-ni qaçırırıq. Düşünün bir iş görüşməsində, dostlarla söhbətdə, hətta ailə daxilində biz əsl deyilənlərin nə qədər az bir hissəsini eşidirik. Əgər insanların həqiqi hisslərini və fikirlərini anlamaq istəyiriksə, sözlərin səthinə yox, onların arxasındakı səssiz siqnallara qulaq asmalıyıq. Bax, Allan Pease'nin bu möhtəşəm əsəri bizə məhz bu gizli dili deşifrə etmək üçün bir şifrə açarı verir. Bu, sadəcə bir kitab deyil. Bu, insanların sözlərinin arxasında gizlənən həqiqi niyyətlərini, hisslərini və həqiqətləri oxumaq üçün bizim bələdçimiz olacaq. Yaxşı, gəlin görək bugün nələrdən danışacağıq. Əvvəlcə səssiz söhbətin nə olduğunu başa düşəcəyik. Sonra bu oyunun qaydalarını öyrənəcəyik. Açıqlıq və güc siqnallarına baxacağıq, hətta yalanı necə oxumaq olar, onu araşdıracağıq. Sonda isə bütün bu bilikləri özümüz üçün necə istifadə edə biləcəyimizi görəcəyik. Gəlin elə birinci hissədən başlayaq, səssiz söhbət. Və buradakı əsas sual budur, bədənimiz niyə sözlərimizdən daha ucadan danışır? Cavab əslində çox sadədir, çünki biz sözlərimizi şuurlu şəkildə seçə bilirik, amma bədən dilimiz, o birbaşa şuuraltımızın səsidir. Bizim əsl hisslərimizi sızdırır və ən əsası, yalan danışmaqda demək olar ki, heç bacarıqlı deyil. Heç olubmu sizdə belə bir hiss? Kimsə sizə nəsə deyir, sözləri tamamilə məntiqli səslənir, amma içərinizdəki bir səs deyir ki, yox, nəsə düz deyil. Bax, biz buna adətən intuisiya deyirik. Əslində isə bu, sizin beyninizin qarşınızdakı insanın sözləri ilə bədən dili arasındakı o kiçik, amma çox vacib uyğunsuzluğu tutmasıdır. Tədqiqatlar göstərir ki, qadınlar bu siqnalları oxumaqda daha bacarıqlıdırlar. Bu da onların daha güclü intuisiyaya malik olmasının səbəblərindən biri kimi göstərilir. Amma diqqətli olmalıyıq. Bu səssiz dili anlamaq sadəcə jestləri lüğət kimi əzbərləmək deyil. Bu bir oyundur və hər oyun kimi bunun da öz qaydaları var və inanın, bu qaydaları bilmədən atılan hər bir addım bizi çox ciddi səhvlərə apara bilər. Gəlin indi o qaydalara baxaq. Yaxşı, bəs o ciddi səhvlərdən necə yayınmaq olar? Allan Pease bizə 3 dənə sadə, amma çox güclü, belə deyək, qızıl qayda verir. Birincisi, jestləri tək-tək yox, bir yerdə, qrup halında oxuyun. İkincisi, mütləq konteksti, yəni vəziyyəti nəzərə alın. Və üçüncüsü, ən vacibi, sözlərlə bədənin bir-birinə uyğun olub-olmadığını yoxlayın. Bax, bu 3 qayda dəqiq analiz üçün sizin açarınızdır. Unutmayın, tək bir jest heç vaxt bütün hekayəni danışmır. Bu, Pease'in də vurğuladığı kimi, yeni başlayanların ən böyük səhvidir. Məsələn, təsəvvür edin kimsə sizinlə danışanda qollarını çarpazlayıb. Siz dərhal düşünə bilərsiniz ki, o müdafiə olunur və ya fikrinizlə razı deyil. Amma bəlkə də sadəcə otaq soyuqdur və üşüyür. Ona görə də həmişə bütöv mənzərəyə, yəni jestlər toplusuna baxmaq lazımdır. Və bu bizi gətirir ən güclü siqnallardan birinə, uyğunsuzluq. Yəni, birinin sözləri ilə bədən dili bir-birinə zidd olanda. Deyək ki, kimsə sizə gülümsəyərək hər şey əladır deyir, amma eyni anda yumruqlarını sıxır. İndi sual budur, hansına inanmalıyıq? Araşdırmalar çox aydın şəkildə göstərir ki, belə hallarda bədən dilinin verdiyi mesaj sözlərdən 5 dəfə daha etibarlıdır. Çünki təkrar edirəm, bədənimiz yalan danışmağı bacarmır. Yaxşı, qaydaları artıq bilirik. İndi gəlin ən təsirli, ən çox rastlaşdığımız jestlərdən bəzilərinə nəzər salaq. Bunlar bizim gündəlik həyatımızda gücü, inamı və açıqlığı göstərən çox vacib siqnallardır.
Bunları bilmək sizə həm özünüzü daha yaxşı ifadə etməyə kömək edəcək, həm də qarşınızdakının əsl mövqeyini anında anlamağa imkan verəcək. Baxın, bu iki jest arasındakı fərq gecə ilə gündüz kimidir. Açıq ovuc. Bu, dürüstlüyün, səmimiyyətin simvoludur. Qədim zamanlardan bəri bu jest əlimdə silah yoxdur, sənə zərər vermək fikrim yoxdur mənasını daşıyır. Amma çarpazlanmış qollar, bu tam əksidir. Bu sanki qarşınızda bir divar hörür və negativ, müdafiə mövqeyini göstərir. Və təsəvvür edin, bu divar təkcə simvolik deyil. O, həqiqətən də beynimizə gedən məlumat axınına mane olur. Aparılan bir araşdırma inanılmaz bir nəticə ortaya qoyub. Qollarını çarpazlayaraq dinləyən insanlar söylənilən məlumatın 38% daha azını mənimsəyirlər və üstəlik danışana qarşı daha tənqid olurlar. Düşünün, bu bir mühazirədə, bir iş görüşməsində nəticəni tamamilə dəyişə bilər. Hətta ilk təmas anı, yəni adi bir əl sıxma belə, əslində şüuraltı bir güc mübarizəsidir. Əgər ovucunuzu aşağı çevirib kiminsə əlini sıxırsınızsa, bu mən dominantam, vəziyyətə mən nəzarət edirəm deməkdir. Əksinə, ovucunuz yuxarı baxırsa, bu tabiçilik siqnalıdır. Yaxşı, bəs bərabərlik mesajı vermək üçün nə etməli? Ən yaxşısı hər iki ovucun şaquli, yəni dik vəziyyətdə görüşməsidir. İndi isə gəldik ən maraqlı, bəlkə də ən çox yanlış anlaşılan mövzulardan birinə, yalanı necə oxumaq olar. Bu, detektivlik oyunu deyil, bu, insan psixologiyasının dərinliklərinə bir səyahətdir. Buradakı əsas prinsip çox sadədir. Bizim şuurlu beynimiz yalanı qurmağa çalışarkən, şuuraltımız bizi satır. O, bədənimizə siqnallar göndərir və bu siqnallar çox vaxt əllə üzə toxunması kimi jestlərdə özünü göstərir. Məsələn, kiçik bir uşaq yalan danışanda instinktiv olaraq ağzını əli ilə tutur. Biz böyüdükcə bu jesti daha gizli, daha maskalanmış formalarda etməyə başlayırıq. Bax, bu jestlər şuuraltımızın o pisliyi görmə, pisliyi eşitmə, pisliyi danışma prinsipinin birbaşa nəticəsidir. Ağzı örtmək, gözü ovuşdurmaq, qulağa toxunmaq, bunlar hamısı yalanla əlaqəli ola biləcək siqnallardır. Məsələn, buruna toxunmaq jesti çox maraqlıdır. Bəzi alimlər iddia edir ki, yalan danışanda burunda xüsusi sinir ucları qıcıqlanır və bu da toxunma istəyi yaradır. Əslində bu da ağzı örtməyin biraz daha mədəni bir formasıdır. Əlbəttə, indi ağlınıza ilk gələn sual bu ola bilər. Yaxşı, bəlkə adamın sadəcə burnu qaşınır və bu tamamilə haqlı bir sualdır. Hər buruna toxunan yalan danışmır, elə deyilmi? Cavab yenə də bizim o qızıl qaydalara qayıdır. Kontekst və jestlər toplusu. Bəli, insanın burnu qaşına bilər. Bu normaldır. Amma əgər siz ona çətin bir sual verdikdən dərhal sonra göz təmasını kəsirsə, burnuna yüngülcə toxunursa və eyni anda qollarını da çarpazlayırsa, bax, bu artıq sadəcə bir qaşınma deyil. Bu, bir-birini təsdiqləyən bir siqnallar zənciridir və mütləq diqqət yetirilməlidir. Yaxşı, bu qədər nəzəriyyə kifayətdir. Gəlin indi bütün bu bilikləri öz praktik alətlər dəstimizə necə əlavə edə biləcəyimizə baxaq. Çünki bu məlumatları düzgün tətbiq etmək sadəcə ünsiyyətimizi yox, həyatımızın bir çox sahəsini kökündən dəyişə bilər. Deməli, sizin bu yeni, belə deyək, süper gücünüz sizə nə qazandıracaq? O sizə imkan verəcək ki, insanlarla daha asan və daha səmimi münasibət kurasınız. Vacib danışıqlarda daha üstün mövqedə olasınız. Sosial vəziyyətlərdə özünüzü daha rahat, daha inamlı hiss edəsiniz. Və ən əsası, pərdə arxasında əslində nə deyildiyini anlayasınız. Bu sadəcə nəzəriyyə deyil, bu, real həyat üçün çox praktik bir alətdir. Və çox vacib bir məqamı da vurğulamaq istəyirəm. Bu bacarıq təkcə yalançıları tutmaq üçün deyil. Əsl məqsəd bu deyil. Əsl məqsəd daha diqqətli, daha anlayışlı, daha empatik, bir sözlər, daha effektiv bir ünsiyyətçi olmaqdır. Çünki insanların sözlərlə deyə bilmədiklərini anlamaq, onlarla daha dərin bir bağ qurmağa kömək edir. Unutmayın, ətrafınızdakı dünya hər an, hər saniyə sizinlə danışır. Sadəcə, səssizcə. İndi əsas sual budur. Siz dinləməyə hazırsınız. Bugündən sonra hər bir söhbətə, hər bir görüşə tam fərqli bir gözlə baxın. Çünki əmin olun, o səssiz söhbətlərə qulaq asmağa başladığınız an, dünya sizin üçün daha aydın, daha anlaşılan bir yerə çevriləcək.